Atacan, səni o qədər çox sevirəm ki, səni o qədər yüksəltmək istəyirəm ki, ya Rəbb. Ya Rəbb, sən bu səlahiyyəti bizə verdin. Ya Rəbb, bizi özündən uzaqlaşdırmadın. Üzərimizdə olan o niqabı götürdün, ya Rəbb, sən bizi pərdəsiz etdin özünlə. Ya Rəbb, biz indi səninlə bərabər üz-üzə otura bilirik. Ya Rəbb, ya Rəbb, necə ki İlyas dua etdi və dedi ki, qoy yağış yağsın, torpağı sulasın. Bəlkə birinin torpağı sulamağa ehtiyacı var. O qədər bərk bir torpağa sahibdilər ki, o qədər quraqlıq bir torpağa sahibdilər ki, və dua edib səndən istəyirəm ki, ata, qoy o yerlərə göylərin yağışı axsın. Ya Rəbb. Və elə yerlər də var, elə insanlar var ki, ata, həqiqətən də ata, yağmurdan, palçıqdan, tamamilə ata, ya Rəbb. Ya Rəbb, didərgin olublar və dua edib səndən istəyirəm ki, onların ata torpaqlarına, onların ürəklərində olan o torpağa sən xeyir-dua ver. Xeyir-dua ver ki, qoy o vəziyyətdən onlar ayırd olsun, ya Rəbb. Ya Rəbb, tamamilə cildən, daşdan, qayadan, tamamilə ayırd olsunlar və ürəkləri ata tamamilə şumlansın. Ya Rəbb, ya Rəbb, şumlanmış bir torpağa çevirəsinlər deyə dua edirəm. Ya Rəbb, sulu torpağa deyil, səndən gələn ata, təmiz, bütün natəmizlik yox olmuş bir torpağa çevirəsinlər deyə dua edirəm. Xeyir-dua ver ata, bütün ürəklər, qəlblər, sənin ata, bütün gücünlə, qüdrətinlə dolsun. Qoy sənin kəlamın bizə öyrədir və deyir ki, yaxşı ilə pisi seçməyi öyrənin. Qoy hər bir kəs, nə vəziyyət olursa olsun o yerdə, yaxşını seçib, pisdən imtina edə bilsin. Özü ilə pisin arasında böyük bir sədd qoysun. İsa Məsihin ismi ilə. Ya Rəbb, sən qadirsən. Sən hər şeyə və hər şeyə qadirsən. Ucu, bucağı görünməyən qapıların var, ya Rəbb. Xeyir-dua qapıların var. Aç göylərin qapılarını, ya Rəbb. Aç göylərdən xeyir-dua axınını. Aç ki, ata, sənin ruhun axın göylərdən axsın və tökülsün. Tökülsün ki, hər bir ürək, hər bir ev, hər bir ailə, hər bir vəziyyət tamamilə azad olsun. İsa'nın ismi ilə. Ata, burada elə insanlar var ki, onların övladları, bəlkə qardaşları, bəlkə ərləri içirlər, siqara çəkirlər və dua edib onları sənin qarşına gətirirəm, ya Rəbb. İmtina ruhu istəyirəm, ya Rəbb. İmtina ruhu. Uzat özün əllərini. Qoy bütün bu kişilər zinadan, o vəziyyətlərdən tamamilə azad olsunlar, ya Rəbb. Ya Rəbb, sənin azadlığın gəlsin. Qoy ata bütün o vəziyyətlər onların həyatlarından yox olsun. Ya Rəbb, sən dedin ki, azad ruh gələcək, sizi azad edəcək. O azadlıq gəlsin hər birinin üzərinə. Ya Rəbb, dua edib sənin əllərinə verirəm, ya Rəbb. Elə bir ata, ürəklərinə, qəlblərinə, elə bir vəziyyət gəlsin ki, artıq onlar imtina edə bilsin. İsa'nın ismi ilə, İsa'nın diri adıyla, siqaradan, ya Rəbb. Ya Rəbb, həqiqətən də aparatla olan o siqaralardan və yaxud, ya Rəbb, o spirtli içkilərdən, narkomanlıqdan tamamilə azadlıq gəlsin. Və elə kişilər var ki, söyüş, siyasət var onların həyatlarında. Ya Rəbb, biz sənin qarşına gətiririk və səndən istəyirik ki, imtina ruhu gəlsin onlara. Ya Rəbb, biz imtina edirik və səndən istəyirik ki, sən də, ya Rəbb, onlara toxunasan ki, onlar özləri də imtina etsin. İsa'nın ismi ilə. Qoy hər bir kəs işlədiyi yerdə, ata, o qədər sevilsin, seçilsin. O qədər ata, sənin övladların hər yerdə tanınsın. Hər yerdə ata, bəxtəvərlik tökülsün onların üzlərindən. Ya Rəbb, nə iş görürlərsə görsünlər, gördükləri işlərdə sənin tərəfindən o qədər ata, ya Rəbb, sevinç ruhu axsın ki, onların üzərlərinə səni tanıdıqlarına görə, səndə yaşadıqlarına görə hər bir işdən zövq alsınlar. Ya Rəbb, səndən istəyib səndən diləyirik, ya Rəbb. Ya Rəbb, sən minnətdarıq ata, minnətdarıq sənə. Yerin, göyün sahibi biz sənə minnətdarıq. Minnətdarıq ki, sən varsan bizim həyatımızda. Sən bizi hər zaman və hər zaman xeyirdualandırırsan. Sən bizə sahib çıxırsan. Sən bizi hər zaman ata, ya Rəbb, öz ruhunla doldurursan. Şükürlər, izzətlər olsun sənə, ya Rəbb. Halleluya. Halleluya. Ata, oğul, müqəddəs ruh naminə. Amin, amin, amin.